Salam. Aleyküm salam. Necəsiz? Elhamdülillah. Şükür Rabbana atın bu günümüze. Oyun oynuyorsunuz? Oynayak hiçbir problem değil. Gözde bir saniye. Ha oynuyor. İlkine xəyanət elədim uşaqlar. Gözünü ilkine bir daha şaşıladım. İlkin hal-hazırda sənə xəyanət eləmişəm Murat. 2 saniyə mənə boş bıraxsan mənim burada hesabım bekar qalmır. Görürsən? İlkin davadadır. Məzələnmə bir də gedin İlkin davasına baxaq. Bizim dostumuz davadadır. Nə işlə məşğulsünüz? Yayıncı mısınız? Mən yeni qoşuluram, yayıncı sayılmaram. Ha? Niye yeni? 2-3 gün olar, yəni ara vermişdim uzun müddətdir. Ha, yayıncılıq edirsiniz, yayınla məşğulsunuz. Təməl iş nədir bəs? Təməl iş mən dırnaq ustası idim, amma hal-hazırda işləmirəm. Ya problem mi var? Yox, problem yoxdur. Sadəcə olaraq mama tək idi deyə onun yanında qalmalı oluram. Burada da əl vermir işləmək. Ya səhər tez deyilmi belə bu vaxtı canlaşmaq? Elə məndə də ilk dəfədir bu vaxtı canlaşıram. Bundan sonra iş vaxtı seçdin özü. Məsələn, saat 8-də işdə olmalısan. Hansı işdə? Burada da. Yani orada yaz qoydu iş saatimiz. Səhər saat 8-dən, abed 1-dən 2-yə. Daimi girmirəm axı. Onun üçün mənim üçün yəni boş bir şeydir. Daimi yazma. Yaz həftə içi 5 gün işləyirik. Birinci gündən 5-ci günlərə. Nəzərə alaraq fikrinizi. İnşallah. Ailə var yoxsa yoxdur? Yoxdur. Boşanmırsan yəqin ki. Şəxsi suallara cavab vermək istəmirəm. Uşaqlar ekranı bəyənin zəhmət olmasın. Yox, aslında şəxsi sual deyil. Niyə ki? Çünki boşananda hakim bilir, zaldakı vəkillər bilir, zal bilir. Şəxsi odur ki, özündən başqa səs bilir. Burada bu qədər adam bilmir də, onun üçün demək istəmirəm. Şəxsi o deyil də, şəxsinin özündə olan bir şeydir. İlqar çox sağ olun. Olar, nə deyim? Bakıda qalırsan? Yox, Şəmkirdə qoluram. Şəmkir gözəl yerdə. Şəmkir şan yurdumuz, ilkin azəri, burada qədəm çalmış, tanışam pəri. Belədir mi? Şəmkir ən çox nə ilə tanınır? Nə bilim valla. Şəmkiri baxır kim necə tanıdır, kim necə tanıyır. İgid oğlanlarla da tanıyır, xurmasıyla da tanınır, mərdliyinlə də tanınır. Gözəl səfalı güşələr olmağından da tanınır. Yenidən dünyaya gəlsəydin hansı ölkədə də olmaq istəyərdin? Elə razıyam valla, halımdan məmnunam. Burada demədim axı. Əlimizdə olmayacaq bir şeylər haqqında danışmağın mən mənasız vaxt itkisi kimi bilirəm. Yəni dünyaya gəlsəydim, keçmişə qayıtsaydım falan filan boş şeylərdir mən onlara. Okay. 5 ildən sonra harda yaşamaq istəyərdin? O da bilinmir. Yox, keçmişdən dizən danışma, gələcək insan. 5 il uzun müddətdir. Məsələn, bir aydan sonra istədiyim həyatı yaşamaq istəyərdim. 5 il uzun müddət deyil axı.
Uzun müddətdir. Niyə ki 5 ilə kim ölə kim qalar? Ona qalsa bir günə də ölüb qalan var. Hər Hə, saniyə yəni dünyada bir adam gələcəkdən ölür. Hal-hazırda biri öldü. Gələcək danışmıyor, keçmişdən də danışmıyor. Ben nədən Allah danışıyorum? günahlarını əfv eləsin. Nə deyə bilərik? Kimin günahlarını əfv eləyir? Deyirsiniz indi biri rəhmətə getdi. Deyirəm Allah günahlarını bağışlasın. Allah bağışlayır ki. Allah bağışlayan da Allahın mərhəməti genişdir. Səmimi bir sual verim. Allah'a inansan? Bəli. Allah'a Qorxursan? inanmayan kafirdir. Qorxu hamıda var. Məndə yoxdur ama. Fərqlidir, insanlar fərqlidir, ola bilər. Bence hamıda var axı. Sen revanş oynayır. Yəni Kim hamıda sen var. otur, Yəni mən özümü nəzərdə tutub deyirəm hamıda var. Necə adam özünü nəzərdə tutub hamı deyə bilir. Yəni Namaz deyirəm qılsan? də orada. Yox. İbadet edirsən, ya da namaz qılmısansa ibadət necə edirsən? İbadət sayılmır axı. Namaz qılmayandan sonra geridə olan nə sayılır ki? Bəs necə inanırsan? İnanıram da, necə yəni necə inanırsan? Necə Əvvəl də, yəni başdan necə? uşaqlıqdan beynimizə yeridilən fikirlərdi, indi də Hatta yani bak benim inanmamağımdan Hər kəsin bir Ya belə bir inancı şey var da, deyil də. mənim də inancım var, inanıram. o okey, onu bildim. Benim inanmamağımla senin inanmağın arasında ne fark var? Necə yəni nə fərq var? Siz Bax, mən aşkar inanmıram. deyirsiniz ki, inanmıram. İnanmayan, Allaha inanmayan insan Allahdan qorxmur onda. Bak, bəli, mən inanmıram diye namaz qılmıram. Mesela inansam mütləqdir ki, gərək namaz qılam. O qədər inanan insanlar var, hamısı namaz qılır. Namaz qılanların hamısı Allahın Qılmırlarsa əsl, demək ki, əsl sözdə Allaha inanırlar. yolunu bilənlərdir. Yok bak, inanc bilsən nədir? İnanc odur ki, inandığın bir şeyi itaat edersen. Yani bayaq necə deyirsən, anam tək qalmasın burada diye, yani anava inanırsan ve onun senin analda olduğuna inanırsan, onu tək koymamağa çalışırsan, doğrudur mu? Düzdür. Və səni yaradan Allah'tırsa, Aha. pay vermirsən, ibadət eləmirsən, namaz qılmırsan, oruç tutmursan, fitrə, zakat, ziyarətlər, ora bura, qurban kəsmək. O, mən namaz... İndicə mən belə bir dənə bir şey namaz deyəm. qılmıram. Bir dəqiqə sözünüzü bağlı Ya belə bir dənə bir şey deyəm. Bax, düşün, dünya dağılır. Mən bir dənə namaz qılmıram, o demək deyil ki, fitrə vermirəm, zəkat verin, oruç. Mən orucumu tuturam. Onu eləmirsənsə o bilən heç biri sayılmır. Onu elə... Kəbanı eləmirsənsə o bilən heç biri sayılmır. Mənim fikrimdə var ki, hər kəsin indi öz müəyyən məsələlərə görə var ki, mənim də fikrimdə var ki, inşallah ki, gələcəkdə namaz qılacam da bunu. Gələcək deyil axı, Allah sənin kimdə 9 yaşından qılmalısın. Yaxşı, siz bu qədər Belə bir Allah şey deyəm, haqqında bax hər düşün şey dünya dağılıb. Hər şey bilir, bə niyə inanmırsınız hələ də? Bax, İnanmaya, Bax, düşün dünyada- burada mübahisə edir. mübahisə eləmirəm, müzakirə elə. Mübahisə tam ayrı bir şey. Müzakirə tam ayrı bir şeydir. Biz tənqidlə təhqiri ayıra bilmirik. Bir də müzakirə ilə Müzakirə olsun da neysə. müzakirədir zaten. Və ikimiz də var eyni vaxtda dünyamızı dəyişdik. Və eyni belə sıradayıq. Sorğu sualdayıq. Bax belə yan yanayıq. Sən o biri sıradasan, mən burada. Bax eyni qadın kişi sırasında ikimiz də sırası gəldi. İkimizə də eyni vaxtda sual verirlər. Sən mənə sual verirlər ki, niyə namaz qılmırdın? Mən deyirəm ki, bəs inanmırdım. Deyirlər inanmırdın. Ha, heyf, gərək inanardın. Keç bu yana. Sən də çıxırsan deyirsən ki, sənə sual verirlər. Niyə namaz qılmırdın? Nə deyəcəksən? İnanırdım. Deyəcək, hə. Deyəcək, bəs inanırdın sən niyə namaz qıldın? Bax, mənim misal olaraq sənə göstərəcəklər. Qulaq as. Onu bilmək olmaz. Bir qulaq as. Mənim misal olaraq sənə göstərəcəklər. Deyəcək, o günahkar bəndəni görürsən. Deyəcəksən, hə. Deyəcəklər ki, sənə, bax, o inanmırdı, eləmirdi, əməl eləmirdi. Bəs sən inanırdınsa niyə əməl eləmirsən? Mənə 1% günah yazılır, çünki mən inanmadığıma görə əməl etməmişəm. Sənə 30% çox günah yazılır ki, inana əməl Bilə etməlisən. bilməz.
Onu Mən heç kim bilirəm. bilə bilmir. Bəlkə mən Bax öləndə bir şeyim, bəlkə mən öləndə dindar Bax. bir insan kimi öləcəm. Onu heç kim deyə bilməz axı. belə bir ölüm növü yoxdur axı. Hardan gəldik çıxıq bu söhbətə? Biz hardan gəldik çıxıq bu söhbətə? İnanmırsınız, o sizin öz məsələniz. İnanmayan bir insanı inandıra bilmərəm. Nə də ki, yəni sizin sözünüzlə mən o... Sən özün inanmırsan, necə məni inandırasan? Sən özün inanmırsan, məni Mən necə zaten- inandıracaqsan? Mən inanıram. Prosta kimisə inandırmağa kimi bir qayrətim yoxdur mənim kimisə. Özünüz İnanmırsan, bilərsiniz. yalan danışsan. Yalan danışsan inanmırsan, bunu bilirik. Əstağfurullah. Mənim yerimə cavab verə bilməzsiniz axı. Mən deyirəm inanıram. İnanırsan, Belə şey mi hə? var? Onda siz kafir sayılırsınız. Allah'a inanmayan kafirdir. Kafir olduğunuzu Bəs inanıb boynunuza əməl alırsınız. etməyən nədir? İnanıb Yox, əməl siz kafir etməyən olduğunuzu boynunuza alırsınız. Kafirəm. Deyin, hə, mən Kafirəm. deyəcəm. əməl etməyən nədir? Ona da bir dənə ad qoyaq. İnanıb əməl etməyən nə bilim, bilmirəm. Onun adı yoxdur. Onun niyə adı yoxdur ki? Bu inanmayan adı tutaq ki, kafirdir. İnana Bəli. inana saymamazlıq eləmək daha pis bir şeydir. Əstağfurullah. Onu heç kim bilə bilməz. Bax, mən Onu heç kim deyə inanmıram. bilməz. Namaza çağırış var. Ağzından səsini eşidirəm, getmirəm. Mən inanmıram. Bir də var, inanırsan, çağırır deyirsən, hə, deyən TikTok var burada. Uşaqlar, PK. İndi o dünyada sən mi sorğu sual olunacaqsan, yoxsa mən? Fikirdəsiz. Yanlış düşüncədəsiz, yanlış fikirdəsiz, yəni onu deyə bilərəm. TikTok falan Necə qərara onların hamısı gəldin? boş şeylər. Niyə? Nəysə. Nə bilim, belə düşünürəm da mən də. Allah amandır, yaxşı. Mən cahiləm, mən kafirəm. Sağ ol. Heç nə. Allah köməyiniz olsun. Sağ olun. Allah mənə heç kəsə kömək olmur.